necə bəli, uşağı durduğu yerdən hədəfə aparır, uşağı təlim məqsədlərinə çatmağa aparır. Yəni inkişafın izlənməsi, dəyərləndirməsi məqsədi budur. Yəni inkişaf dinamikasını görməkdir uşağın. Siz niyə müşahidələr aparırsınız? Siz niyə o qeydlərinizi aparın izlənməsində? Çünki uşağın inkişafının bəli, gələcəyə yönəlikdir Məlahət xanım. Yəni, vaxt keçdikcə hansı irəliləyişlər etdiyini, hansı sahədə heç irəliləyiş yox, bəlkə durğunluq var. O durğunluğu yaşadığını müəyyən etməkdir. Hər bir uşağın öyrənmə surəti var. Yəni, öyrənmə tərzləri də fərqlidir hər bir uşağın. Bax, bu izləmə sayəsində tərbiyəçi uşağın güclü tərəflərini aşkar edir, zəif tərəflərini necə stimullaşdıracaq? Bax, onu bilir. Bax, tələblərdə var fəaliyyətin stimullaşdırılması. Bax, o zəif tərəfi necə stimullaşdıracaq? Sonra burada mütləq tərbiyəçi nə etməlidir? Erkən müdaxilə eləməlidir. Uşağın inkişafında yarana biləcək hər hansı ləngiməni və yaxud da istedadı erkən mərhələdə aşkar edərək o uşağa lazımi dəstəyi təmin etməkdir. Yəni bilirsiniz ki, bizim kurikulum sənədi uşağın holistik inkişafını nəzərdə tutur. Holistik inkişaf da nədir? Hər tərəfli inkişafı. Yəni holistik inkişaf dedikdə biz uşağın yalnız idraki inkişafını götürmürük. Orada uşağın həm yəni idraki akademik biliklərdən başqa, indi ilkin bir bilik, bacarıq versək də biz, orada həm də biz uşağın fiziki inkişafı, böyük kiçik motor bacarıqlarıdır, onun emosional, sosial bacarıqlarıdır və eyni ilə də estetik bacarıqlarını biz inkişaf etdiririk. Onların da inkişaf sahəsini biz niyə götürürük? Düzdür, inteqrasiyadır, söz yox. Amma biz onu bircə niyə götürürük? Bu çünki uşağın bütöv inkişafıdır. Yəni holistik inkişaf. Ona deyilir bütöv inkişaf. İndi isə baxaq testlər üzərindən. Birinci testə baxaq. Oxuyun mu? Oxuyun. Məktəbə qədər təhsildə uşaqların inkişafının izlənilməsi ən effektiv və obyektiv hansıdır? Təbii şəraitin mütəmadi və məqsəd yönlü müşahidə aparmaq. Düzdür. Aha, buyurun müəllimə, kim oxuyur? Adınızı deyin. Zəhra müəllimə görürəm, Gülmürə müəllimə, Sevinç müəllimə. Müəllimə, axşam istəyir, Əsmər müəllimədir, mən oxuya bilərəm. Əsmər oxu. Müşahidə zamanı uşağın fəaliyyətinin fərqli günlərdə və fərqli məkanlarda orada yazılıb məsələn. Gəzintidə, fərq etməsə. Bizim ekran getdi. Qiymətləndirilməsinin oxudum, nə oldu? Yəqin çıxdı. İzlənilməsi qiymətləndirmənin hansı prinsipini təmin edir? Şəffaflıq, reallıq və obyektivlik, subyektivlik, yalnız nəticə yönümlük. Müşahidə zamanı. Onda bu şəffaflıqdır. Müşahidə zamanı uşağın fəaliyyətinin fərqli məkanlarda. Onda bu şeylərlə B variantı reallıq və obyektivlikdir. Subyektiv. Cavab. Reallıq və obyektivlik deyirsiniz. Yəni, mən onu biraz izah edeyim. Uşağı fərqli zaman və məkanda müqayisə etmək nədir? O uşağın real potensialını və obyektiv nəticə çıxarmaqdır. Ona görə. Düzdədir mi? Buyurun müəllimələr. Oxuyun müəllimə. Müəllimə oxuyun mu? Sevinç mi? Mikrofonlara bağlayın, səs gəlir. O nə səs gedir? Müəllimə, kimdədirsə bağlasın mikrofonunu? Müəllimə, bir adam eyni telefondan qoşulub, ikisi ona görə əks səda verir. Müəllimə, oxuya bilərəm. Oxuyun.
uşağın inkişaf dinamikasının fərdi inkişaf yolunu əks etdirən, onun yaradıcı işləri və müşahidə qeydlərinin toplandığı qolluq necə adlanır? Portfolyodur. Düz. Portfolyo. Aha. Düz. Gülşən müəllimə oxuyun. Oxuyun Gülşən müəllimə, əl qaldırmışdınız. Oxuyun. Müşahidə apararkən tərbiyəçi müəllimin uşağın davranışı barədə yazdığı qeydlər, qeydlərin orada yarımçıq görsənir. Xüsusiyyəti mütləq qorunmalıdır. Hansı xüsus? Aha. Barədə yazdığı, uşağın davranışı barədə yazdığı qeydlər. İndi düşdü, tam. Barədə yazdığı qeydlərdə hansı xüsusiyyət mütləq qorunmalıdır, bəli. Müəllim öz şəxsi rəyini və emosiyalarını yazmalıdır. Bu səhvdir. Qeydlər uşağın gələcək xarakterini proqnozlaşdırmalıdır. Bu da səhvdir. Faktlar inteqrasiya edilmədən, şəxsi şərh vermədən olduğu kimi qeyd edilməlidir. Yalnız mənfi. C variantıdır. O C variantıdır. D variantı da səhvdir. C variantıdır. Düzdür? Bəli, C. Yəni interpretasiya etməməlidir. Düzdür. Düzdür Gülşən müəllimə. Orada yazdı. Adınız düşürdüm, amma bildim ki odur. Oxuyun müəllimə, oxusun. Oxuyun. Məktəbəqədər kurikulumda inkişafın izlənilməsi prosesi hansı inkişaf sahələrini əhatə edir? 5 ötürdünüz, zəhmət olmasa 5. Aşağıdakılardan hansı məktəbəqədər təhsildə müşahidənin növlərinə aid deyildir? Gündəlik cari, bu aiddir. Məqsədlə fokuslaşmış müşahidə, bu da aiddir. Diaqnostik müşahidə, bu da aiddir. Standartlaşmış müşahidə yoxdur. Bu aid deyil. Doğru. 6 oxuyun. Evet. 6 oxuyun. Bəli. Kim istəyir oxusun? Məktəbəqədər kurikulumda inkişafın izlənilməsi prosesi hansı inkişaf sahələrini əhatə etməlidir? C bəndi fiziki, idraki, estetik və sosial emosional 4 inkişaf sahəsinin 4-ündə. Bəli, bayaq Nurlan müəllimə bunu deyir. Bəli, elə holistik yanaşmada yanında vermişəm. Düzdür, Minarə müəllimə əlini görürəm. Buyurun Minarə müəllimə. Əl qaldırmışdınız. İnkişaf izlənməsi zamanı əldə olunan nəticələr kimlərə və hansı formada bölüşdürülməlidir? Burada C variantıdır. Konstruktiv və etik qaydalara əməl etməklə yalnız uşağın öz valideynini Düzdür. Əla. Əla. Aha. Kim əl qaldırıb? Baxaq. Bizlər əl qaldırır. Bağça görürəm. Bağça yazılıb. Profildə əl qaldırıb. Buyurun müəllimə. Oxu. Tərbiyəçi müəllim Bağça yazılıb müəllimə. Qaldırmışsınız əl. inkişafın izlənilməsi dəyərinə aid olanı seçin. Oxuyun. Bunu oxuyun. İnkişafın izlənilməsi dəyərinə aid olanları seçəcəyik. Buyurun. Rəhəm müəllimə oxuyun. Məmmədova. Müəllimə siz internetiniz sahib. İnkişafın izlənməsi dəyərləndirməyə aid olan, inkişaf izlənməyə aid olanı. Təlimdə uşağın fəaliyyətində başlayarkən olduğu başlanğıc nöqtəsini, bu getdi diaqnostik qiymətləndirməyə, uşağın çatdığı səhviyyəni aydınlaşdırır, bu getdi yekmə, uşaqlara davranma, düşünmə və öyrənmə imkanları yaradır və bunu təmin edir. 3 var. Uşaqların təlim məsələlərinin çatmasını təmin etməkdir. Bu da var. 3, 4. Uşağın tədris vəzindən yol qət etdiyini
Yox, 5 yoxdur. Çünki il ərzində sözü varsa, hə. Yoxdur, il ərzində yaşın sonundadır. Təlimin uşağın güclü tərəflərini aşağı edir və zəif tələblərini necə sunlaşacağını bilir. Mənbə 3, 4, 6 C bəndi. Afərin. Bəli. Afərin. Bəli. Bəli. Əla. Əla. Aha. Qərənfil müəllimə 9-u oxuyun. Buyurun müəllimələr. Vüsalə müəllimə var, buyursun. Oxuyun müəllimə. Buyurun. Biz özümüz kömək eləyəcəyik, niyə narahat olursunuz? Müəllimə mən oxuyum. Oxuyun. 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 Uyğunluğu seçin. Uşağın təlim nəticəsində nəzərdə tutulmuş bilik və bacarıqların əldə olunmasına yönəlmiş fəaliyyətlərin irəliləmə və geriləmə izləmək, müşahidə etmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri anında müəyyən edib aradan qaldırmaq məqsədi ilə aparılır. İnkişafın izlənməsi. Bu doğrudur. Doğrudur. Tərəflərini aşkar edib, dəstəyə ehtiyacı olan sahələri, məsələn, qüsuru və ya sosial adaptasiya çətinliyini müəyyənləşdirib, inkişafa dair inkişaf səhvdir müəllimə. 2 doğru deyil. Bəs sizcə bu nədir? Bu hansıdır? Müəllimə, bu diaqnostik qiymətləndirmə. Uşağın güclü tərəflərini aşkar edib, dəstəyə ehtiyacı olan sahələrin qüsuru və ya yox, müəllimə, bu da inkişafın izlənməsidir. Bəli, bu da inkişafın izlənməsidir. Ehtiyacı olan. Aha. Yanlış olan hissədən uşağın irəliləyişlərini təmin etmək məqsədi ilə aparılır. Bu səhvdir müəllimə. Burada diaqnostik qiymətləndirmə, bu da inkişafın izlənməsinə aiddir. Düzdür. Müəllim, uşağın nəyi bildiyini və nəyi bilmədiyini müəyyən edərək tədrisi hardan başlayacağını qərar verir. İnkişafı müəllimə, bu da diaqnostik qiymətləndirmədir. Düzdür. Yəni biz əvvəl burada 2 səhv gördük. Biz görəcəyik 2 səhvdirsə, deməli burada 2 orada varsa biz onu götürmürsə. Ha? Yəni yoxdursa 2 olmayanı götürürük avtomatik. Hə, sorunlara fikir vermədim, sadəcə rəyləri oxudum. Ona görə belə rahat olurdu, hə. Siz oxudunuz, düz elədiniz, amma əslində rahat bir dəqiqə. Sualı oxuyandan sonra cavabı tapmaq mümkün olacaqdı. Hə, vaxta qənaət. Bəli. Amma təhlil də edin. Yəni tam elə də fokuslanmayın. Biz elədik ki, təhlil eləyək, yəni rahat olsun. Aha, buyurun. Çox sağ olun. Şirin, kim yoxdur? Müsalə müəllimə əl qaldırıb. Buyurun Müsalə müəllimə. Görürəm burada Müsalə müəllimə, Nübar müəllimə, Sevinç müəllimə, Reyhan müəllimə, Şahzadə müəllimə əl qaldırmısınız. Buyurun. Açın bir. Oxuyun. Bir dəqiqə müəllimə. Yenə başındakı o səs bağlayın. Aha. Biriniz açın. Tərbiyəçi gün ərzində 20 uşaqdan ibarət qrupda hər bir uşağı eyni vaxtda izləməyə çalışır. Lakin qeydlər apararkən məlumatların qarışdığı və dəqiq olmadığını fərq edir. Müşahidə seçmə və sistemli olmalıdır. Cinsine uyğun olaraq müəllim işini necə planlaşdırmalıdır? Hər gün bütün uşaqları eyni anda müşahidə etməyə çalışmalıdır. Bəli, Oxuyun sonra. Bəli. Yalnız ən aktiv və ən zəif uşaqları seçməlidir, bu yanlışdır. Müəyyən intervallarla hər gün
hər gün üçün əvvəlcədən seçilmiş 3-5 uşağı fokuslanaraq müşahidə aparmalıdır. Məncə C variantıdır müəllimə. Müəyyən intervalla, bəli, seçmə 5 uşağı qeydə aparmalıyıq, müşahidə eləməliyik. Düzdür müəllimə? Düzdür. Çoxunuz yazırdınız, görünmür, sonra yazdınız, görünür. Amma yəni, bilmədim o nəyə görə, amma əksəriyyət görünür. Çox sağ olun müəllimə. Siz sağ olun. Müəllimlər, deməli biz 10 sual üzərində işlədik. Görünür, hangisi müəllimə? Lap yaxşı. Aha, 10 sual üzərində işlədik. Əgər inkişafın izlənməsi ilə bağlı sualınız varsa, buyurun, verə bilərsiniz. Müşahidə dəftərinizi necə aparırsınız, vaxtında müşahidə vacibdir. Sonra şəxsi inkişafın izlənilməsi cədvəli var. Məsələn, dərsin özündə də onu apara bilərsiniz. Məsələn, məqsəd qoyulmuş 3 dənə məqsəd, 2 dənə məqsəd. O məqsədin qarşısında da uşaqların adlarını yazırsınız. Məqsədiniz də bilirsiniz də, biri biraz sadə, rahat olmalıdır. Yəni, zəif uşaqlar üçün. Biri isə daha mürəkkəb olmalıdır, çətin olmalıdır. Yəni, intellekti yüksək olan uşaqlar üçün. Əgər sualınız yoxdursa, gecəniz xeyrə qalsın. Hər şənbə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Kimin tanışı varsa və yaxud da ki, kim müdürlüyə hazırlaşmaq istəyir, çünki müdürlərə işə qəbulla bağlı imtahan olacaq. Kim müdür olmaq istəyirsə, xanımlar, bizə müraciət eləyə bilər. İyun qrupumuzla başlamışıq. Yəni, müdürlüyə özünüzü sınayın, deyir ki, Ruslarda belə bir misal vardır, какой солдат не хочет стать генералом. Так что, hər bir tərbiyəçi gələcəkdə özünü bir rəhbər kimi görmək istəyirsə, buyursun, hazırlaşsın. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Çox sağ olun. Sağ olun qalın. Sağ olun. Təşəkkür edirik.